Bir var asılı, bir de var asılıdan asılı. Asılıdan asılılar bunlar analar olur. Uşağından asılı. Valideynləri düşünək. Bir qadın özgüvensizdirsə, öz yetərsizdirsə, günahı başqasının üstünə atırsa, hər hansı bir bacara bilmədiyi şeyləri başqasına görə bacara bilmədim. Anam elədi, atam elədi, o elədi, bu elədi, dövlət elədi, iqtidar elədi, müxalifət elədi, polis elədi, hər hansı bir şey elədi. Fərqi yoxdur. Xaraba qalsın deyib, məsələn, küçə ilə gedir, ayağı birdən büdürüyür. Xaraba qalsın, bu yollarda əyridir. Hatta orada yolları düzəldənə bələdiyyə, bilməm onları kimlər eləyir. Yola baxmadı da əyridir, keç bu bir tərəfdən də. Öz günahını görmədiyində məcburdur kiminsə üzərinə bu günahını atmağa. Bunlar asıldan asılı insanlardır. Kiminlə evlənəcək? Asılı insanlar. Burada asılıdan asılıdır deyirdi. Biraz aça bilərsiniz nə deməkdir? Məni var edə bilmək üçün bayaq dediyim şey nə idi? Özgüvənim o qədər yoxdur ki, özümlə o qədər həmhal ola bilmirəm ki, özümdə hər hansı bir təqsiri o qədər görə bilmirəm ki, mən məcburam günahı başqasının üstünə atım. Yolda gedəndə ayağım büdrəyirsə o əyri yolda, bir yerdə asfalt xərab olub. Orada ayağım büdrəyirsə, mən başqa asfalt, başqa yollarla da gedə bilərdim. Yox, mən oradan gedirəm. Orada o günahı onun üstünə atmaq üçün mənə o yolun xərab olmağı lazımdır. Deməli, mənə o yolu xərab edəcək ər lazımdır. Sonra deyim ki, Afət, niyə oradan gedəndə yandan getmədin? Ərim o qədər bezdirib ki, o qədər içir ki, ağlımı başımda buraxmayıb, yolu da görə bilmirəm. Atdı mənim üstünə. Yəni mənim ərim ya narkoman olmalıdır, ya alkoqolik olmalıdır, ya qumarbaz olmalıdır. Hər hansı bir ağır asılılığı olmalıdır. Hər hansı bir ağır asılılığı olanda ailəyə lazım olan məsuliyyəti getirə bilmir. Məsuliyyəti getirə bilməyəndə də mənim üçün çox rahatdır əslində. Çünki mən də öz məsuliyyətimi atıram onun üstünə. Bütün problemlərin qaynağı kimdir? Ona görə alkoqolizmlə, bu narkotika ilə bağlı müalicələr olanda insan atır, alkoqolunu atır, narkotikasını atır. Bir ildən sonra və bir neçə aydan sonra təzədən başlayır. Deyirlər ki, asıllıq xəstəliyi davamlı gələn xəstəlikdir. Mən bunu qəbul eləmirəm. Nəyə görə davamlı gəlir? Birincisi, bunda o lazım olan uşaqlıqdakı o egonun güclənməsi olmadı. İkincisi, sən bunu buradan müalicə eləyib göndərəcəksən hara? Arvadın yanına, ananın yanına. İndi belə bir şəkildə şey. Bir ana var, asılıdan asılı, bir alkoqolik ata var. Bunların iki uşağı var. Bir qız, bir oğlan. İki gəlir, burada bir qonşu var məsələn. Bütün günü qışqırır. Elə var gücü ilə qışqırır ki, bu qədər disfunksionallığı bir ailə necə qaldıra bilir, mən də çatıb. Mənə çatmır bu. Alkoqolikdir. Bütün günü qışqırır. İndi bu gəlir, içkili. Ana bunu içkili görür. Başlayır, sən yenə içdin, yenə evin pulunu xərclədin, yenə bunu elədin. Ay, başım ağrıyır, başlayır uzanmağa. Ay, dərdim var, özünə girir. Evdə 2 dənə uşaq var, bir qız, bir oğlan. Oğlan baxır buna əziyyət çəkir. Qız baxır ananı qurtarmağa çalışır. Başlayır, asılların uşaqları çox tez böyüyürlər. 8-9 yaşında bu qızlar çox qəşəng evi təmizləyirlər, yemək bişirməyi öyrənirlər. Ananın başı ağrıyır, gedir onun başına bir şey sürür. Ana qışqırır atanın üstünə, ata dərdlidir, gedir atasına yaxşı baxır, ağlaya-ağlaya, masaj edir, bir şey eləyir. Oğlan əlindən gələni eləyir, ailəni qurtara bilsin. 2 dənə balaca valideyni, 2 dənə balaca uşağı olaraq görsək, bunların balaca uşaqları nə olur? Bunların valideyninə dönüşür. İkisi də öz məsuliyyətlərini buraxırlar. Amma bu uşaqlar məktəbdə yaxşı oxumurlar, orada yaxşı deyirlər, burada yaxşı deyirlər. Çünki ağılları ancaq ailədəki bu problemin üstündədir. Böyürlər bu uşaqlar. Gəliblər bir universitet yaşına, iş yaşına və bu kişini müalicə eləmişik. Kişi gedir evə. Hamı çox xoşbəxtdir. Bir baxırlar ki, arvadın problemi bitmir. Dağılmışlıq bitmir. Parçalanmışlıq bitmir. Qız gedir işə, nə bilim, universitetə, özünü göstərə bilmir. Oğlan işdən qovulur. Heç kəs özünü göstərə bilmir. Göstərə bilmədiyi üçün bir günahkar olaraq kim lazımdır yenə?
adamın qabağına içkini getirib qoyurlar. Çox əsəbisən, bir damcı. Yox, həmişə içmə ya, bir damcı. Ya elə bir vəziyyət yaradırlar ki, o yenə getsin, asılı olsun. Günah üstünə atmaq üçün. O içməyə başladıqda bunlar rahatlanır. İndi bu qız necə böyüdü? Qız anadır, oğlan atadır. Unutmayaq bunu. Oğlan gələcəkdə %99, 99 deməyək, %95 asılıdır. Qız nədir? Asılıdan asılıdır. Çalışmalar eləyiblər. Qızlara da göstəriblər, asılıdan asılı qızlara oğlan şəkilləri göstəriblər. Bir 10 dənə oğlan şəkili, arasında bir dənə asılı. Bütün asılıdan asılılar o şəkillərdə ancaq asılıları seçiblər. Eyni şəkildə asılılara qız şəkilləri göstəriblər, arasında bir dənə asılıdan asılı. Asılı potansiyeli asılı olacaq insanlar da həmişə o asılıdan asılını seçirlər. Bunlar bir-birlərini uzaqdan tapırlar. Qız böyüyür, heç nə bacarmır. Hə, evi yığışdırır, düzəldir, amma özgüvənsizlik, o öz yetərsizliyi o qədər azdır ki. Və o elədiyi hər hansı bir xətanı qaldıra bilmə potensialı da yoxdur, çünki egosu yoxdur bunun. Çünki ana o egonu ona öyrətmədi. Anadan nə öyrəndi? Günahı başqasına atma. İndi bu günahı kiminsə üstünə atmalıdır. Gedəcək, heç asılı olmayıb, amma asılılıq potensialına sahib olan birisini tapacaq. Sonra hər dəfə onun beynini elə yeyəcək ki, o qaçıb gedəcək asılılığa. Bezdi mi, öldü mü, yoruldu mu, başlayacaq narkotikasına ya da alkoqoluna ya da qumarına gedəcək. Sırf beynini yox elə bilmək. Arxa tərəfdəki evdəki qadın oturub ağlayacaq. Amma bir tərəfdən də rahatlayacaq. Asılını asılı eləyən analardır. Bizi, qadınlardır. Diqqət elə asılı olan, narkomaniya ilə bağlı olan asılların ailələrinə. Heç görmüsən o ailələri? O analar nə qədər danışır. Yəni o uşağın əslində istədiyi nə idi? Ana şəfqəti, ana həzzi. Ananın özgüvənsizliyi balanı da özgüvənsizliyə getirdi. Və ikisi də girdilər o şeyin içinə, qazanın və qazandan çıxa bilmirlər. Asılılıqlarını müalicə eləməli. Asılılığı müalicə etmək olur. Amma asılılığını müalicə edəndən sonra əgər yenə Əlini asılı, göstərməyəcəksən. bəs asılıdan asılı müalicə etmək olmur? Olur, amma onu müalicə eləmək daha çətindir. Asılını müalicə eləyəndə, mən çox asılı müalicə eləmişəm. O ailədən uzaqlaşdırıram. Arvadı olsun, daha rahatdır anası atası olanlarda. Analar gəlirlər qırğından, atalar gəlirlər ki, bizdən ayrılır bu tek yaşayıcı, bu narkotikanı bırakmayacaq. Abala, sizin yanınızda zaten, siz pulla verirsiniz onu. Siz bezərək verirsiniz, siz yazığı gələrək verirsiniz, uşaq dayana bilmir deyə verirsiniz. Siz həm verirsiniz, həm sonra döyürsünüz. Yəni əslində asılı olması üçün ələşirlər. Bir dənə cavan qız var, çox cavan. Bu qızda değişimlər başladı. Yavaş-yavaş ora gələcəyi ilə bağlı bir düşüncələr gəlməyə başladı. Kilosu ilə bağlı değişimlər başladı. Özünü ifadə etmələr başladı. Rəfiqələrinə asılı idi, rəfiqələrinə yeniyetmələrdə bu çox yüksək olur. Onlara yer göstərməyə başladı. Xeyr ola, mən sənin dalınca düşəcəm. Yaxşısansa yaxşıyam. Yaxşı deyilsənsə mən başqa rəfiqə ilə olacam. Bunları deməyə başladı. Valideynlər onu uzaqlaşdırdılar. Bu psixoloqa çox getmək olmaz. Onlar içsel olaraq elədilər ki, o uşaq bir neçə ildən sonra öz ixtisasını seçə biləcək. Universitetdən girə biləcək. Çünki bu nə dərs çalışır, nə ixtisas var, heç nə istəmirəm, mən ancaq uzanmaq istəyirəm. Elə ki, o uşaq ölənə qədər ana ilə ata ilə yaşayacaq, ərə də gedə bilməyəcək. Amma özünü idarə etməyi öyrənəndən sonra, insanlarla münasibət qurmağı öyrənəndən sonra, özünü ifadə etməyi öyrənəndən sonra rahatlıqla gələcəkdə ərə gedəcək. Gedib boşanıb qayıtmayacaq da valideynlərin üstünə. Bir şekilde şuur kənarı olaraq asılıdan asılları düzəltməyə başladığın anda ailə gəlir alır əlindən. Böyüklərlə bağlı bu daha ağır olur. Gəlirlər böyüyü ala bilmirlər. Amma terapevtlə qırğın eləyirlər.
Boş-boş gəlir, mənim artıq pulum yoxdur bura verməyə. Əvvəl var idi, indi yoxdur. Onda getsin işləsin, işinin maaşını getirsin. Yox, xeyir ola, niyə bu getsin çətinlik çəksin? Ölmüşəm mən. Amma mənim də pulum yoxdur verməyə. Ən çətin pasiyentlər bu mənada asıllardır. Ailələr Evet, asıldan asılı. asıldan asılı. Yəni bax, o qız asılı olaraq böyüyür. Kimə? Valideynlərinə, yapışıb anasından. Sabaları asılıdan asılı olacaq da. Asılıdan asılı insandan asılıdır. Asılısa əşyadan asılıdır. Hər hansı bir şeydən. Yeməkdən asılılıq, narkotikadan asılılıq, geyimdən, shoppingdən asılılıq. Bu asılılıqdır. İnsandan asılılıq asılıdan asılıdır. Yəni o biraz azadlaşsa o mənim əlimdən gedəcək. Mən neyniyəcəm? O mənə asılı olmalıdır. O narsist, ağır narsistlərin abuse dediyimiz şey var ya qadınlarla, həyat yoldaşlarına. O da odur da. Qadını o qədər dəyərsizləşdirir, o qədər yox eləyir. Çünki içəridə dəhşətli bir qorxu var. Bu qadın gedər. Getməmək üçün özünü trapka kimi görməlidir, cındır kimi görməlidir, zəif görməlidir, yeməkləri pisdir, baxımsızdır, çirkindir, qarnı var, yağı var, piyi var. Qız elə ancaq özündə, ay məndə o var, məndə bu var, məndə bu var. Bir ağlına balaca bir şey, bir kitab oxuduğunda ya da bir film izlədiyində, belə şeylər, yox, mənə olmaz, mən it günündəyəm. Bu abuse'un özü də bir asılılıqdır. Asılıdan asılını, kişi asılıdan asılılar, qadını asılı bu hala getirirlər. Kimdən asılı? Özlərindən. Kimdə ölümünü asılı? Əllərindən yəni. Özgüvənsizlik həmişə asılılığa getirir. Tək bacara bilməmə, tək yaşaya bilməmə. Biz sosial varlıqlarıq, biz tək yaşamamalıyıq. Amma təkliyi qaldıra bilməmə həmişə asılılığa getirir. Özün gərək nəyisə bacarsın. Və o bacardığını da özü üçün bacarsın. İt, ego, superego da nə demişdi? İt asıllıqdır. Həz ilkeçisi həmişə asıllığa getirir. Bunun ölçüsü çoxdursa, bunu necə azalda bilərik? Egonun güclənməsi ilə. Egonun güclənməsi necə olur? Hər hansı bir şeyi özü bacaranda.